Əllər şişir, göz qızarır, burunda sel artır. Son vaxtlar bu şikayətlərlə həkimə müraciət edənlərin sayı çoxalıb. Çünki yazın gəlişi təkcə təbiəti yox, elə bir sıra xəstəlikləri də oyadıb. Onlardan biri də mövsüm allergiyalardır. Ətrafdakı çiçəklər və havada dolaşan tozcuqlar bəzi həssas insanlara çətinlik yaradır. Hərdən vəziyyət elə hala gəlir ki, adi bir gülün qoxusu zövq verməyə, əvəzinə ağır nəfəs almaya, bəzi hallarda isə nəfəs kəsilməyə də səbəb olur. Bəs mövsüm allergiya başqa hansı əlamətlərlə özünü göstərir? Övladımın üzündə, bədənin müəyyən nahiyələrində üzü fəsli dəyişdikcə, istilərə getdikcə daha da qızartılar əmələ gəlir. Mən də bu vəziyyətdə həkimə müraciət edirəm. Bir müddət keçir, yenidən əmələ gəlir yəni. Əsasən də fəsil dəyişəndə daha çox təkrarlanır. Mənim övladlarım da bundan əziyyət çəkirlər. Mənim özümdəki allergiya məsələn o yeməklə bağlıdır, acı şirin, hətta isti soyuqda məndə yanaqlarımda rozasiya əmələ gətirir. Belə allergik əlamətlər olur da, yəni buna qarşı da çalışırıq, müalicə götürək uşaqlar da məndə. Pediatr allergoloq Aytən İsmailova deyir ki, övlada allergiyaya meyilli olan valideynlər bir sıra nüanslara diqqət yetirməlidirlər. Tənəffüs sistemi tərəfindən daha çox həssaslıq görülən uşaqlarda məsləhətdir ki, onların bu günlərdə, bu aylarda, mayın ortasına qədər açıq havada gəzdirilməməsinə diqqət edək. Yəni çöldən içəri gələrkən üst geyimi daha kənara dəyişdirilsin, burun boşluğu, ağız boşluğu gündə bir neçə dəfə yuyulsun, təmizlənsin ki, o polen hissəcikləri seyflik şalarda oturması əngəllənsin. Mütəxəssislər bildirirlər ki, mövsümündə düzgün şəkildə yetişdirilməyən meyvə və tərəvəzlər də allergiyaya səbəb ola bilər. Həmçinin məhsullara xarab olmamaları üçün qatılan dərman vasitələri, paket qidalara vurulan emulqatorlar da bədəndə olan reaksiyaları sürətləndirə bilər. Bəzən təbii bildiyimiz, bizə zərər vurmaz deyə düşündüyümüz nemətlər canımıza da, cibimizə də ziyan verə bilər. Amma hər halda çalışaq ki, mala gələn cana gəlməsin. Samirə Hüseynova, Könül Ərşadlı, Real.